Sabah xeyir olsun değerli izleyicilerimiz. Bugün dekabrın 26'sı ve güzel bir gündü, möhtəşəm bir gündü. Cümə günüdür. Cümləniz də mübarək olsun. Və beynəlxalq maliyyə birjasında nələr baş verdi? Bir məsələ nəzərə çatdırım. Yəni 24-ü axşam və 25-i, dekabrın 24-ü axşam və 25-i bazar Christmas'a bağlı, bazar bağlıydı və inandırım sizi yüzlerle, minlerle müracaatlar oldu ki bizim platformamız dayanıb, ne için dayanıb, bu broker niye belədir, o broker niye belədir. Nəzərə çatdırım ki, ilin sonu Christmas'la bağlı bazar bir neçə gün bağlı olur. Yani bu normal haldır. Yani tabii ki yeni Forex'e başlayanlar için müəmmalı olur ama həqiqətən yani bazar Christmas vaxtı yəni bağlı olur. Bir neçə gün bağlı olur. Yəni bugün səhər saatlarında bir çox brokerlərdə bazar açılıb və aktivdir. Səhər saatlarında alış əməliyyatlarında vermişik. Bəzi brokerlərdə isə hələ açılmayıb, yəni bir neçə saatdan sonra o da açılacaq. Belə, buna tərəddüd etmək lazım deyil. Eyni zamanda nəzər çatdırım ki, bunu qabaqcadan bilmək məsləhətdir. Nə üçün məsləhətdir? Çünki vacibdir eyni zamanda. Nə üçün? Çünki siz buy stop, sell stop və yaxud da ki açıq əməliyyatlarınız ola bilər. Yəni bu çox təhlükəli ola bilər. Yəni nə üçün? Çünki səhər saatlarında deyək ki, kimin satış əməliyyatları varsa qızıl səhər saatlarında yeni bir rekord səviyyə, yəni deyək ki 4531-lərə qədər qalxdı. Bunu biz nəzərdə çatdırmışdıq ki bu nöqtəyə qədər qalxdı. Və kiminsə buy əməliyyatları varsa, qiymət qalxırsa, take profit qoymayıbsa, yəni enə bilər və yaxud da ki brokerdən asılıdır. Broker belə deyək, bazar açılana qədər qiymət aşağı gələ bilər, yəni ziyanla bağlaya bilər. Yəni çox təhlükəli məqamlardır. Bunu mümkünsə bazarın bağladığı vaxtda yəni bilmək lazımdır və ona qədər bütün əməliyyatları bağlamaq lazımdır. Nəysə, yəni keçək biz siqnal kanalına. Bizdə siqnal kanalında biz 24'ü 4480'lərdən satış əməliyyatlarını 4460'lara qədər take profit nəzərdə tutmuşuq. Bu öz əksini tapdı. Eyni zamanda 24'ü bizdə təlim zamanı canlı olaraq biz sistemə əsasən 4460'lardan da sell əməliyyatlarını verdi və 10 dollara bir enişdən nəticələndi. Mükəmməl bir nəticə oldu və biz 24'ü 4502'lərdən alış əməliyyatları demişdik. Yəni bugün səhər saatlarında həmin alışlar açıldı və qiymət 4531'lərə qədər qalxdı. Mükəmməl bir nəticə verdi. Yəni bugün nələr olacaq? Yəni ümumiyyətlə gələn ildə nələr olacaq? Yəni gələn ildən təbii ki sürətli yüksəlişlər olacaq. Nəysə, bunu saxlayaq, biz keçək qızılın alış əməliyyatlarına. 4515'dən alış əməliyyatları, 4497'dən isə satış əməliyyatları gələcək. Yəni dönüş nöqtəsi qızılda 4474'lər və 4470'lərə qədər yəni enməsi gözlənilir. Təbii ki bu dönüş nöqtələri. Bundan aşağı formalaşsa yenidən aşağı istiqamət ala bilər. Neftə Bitcoin'e gəldi isə Bitcoin bu gün səhər saatlarından yenidən maksimum imza attı. Yəni bugün nələr olacaq? Təbii ki yeni ildən Bitcoin Ethereum'un ilidir və bugün nələr olacaq? Yəni 89-500'dən yuxarı formalaşsa alışlarda, 88-400'lərdən isə formalaşsa satışlarda. Təbii ki bu bizim fikrimizdə qərar sizin özünüzün. Neftə gəldi isə neft 61.90'dan alışlar, 61.52'lərdən isə satışlar olacaq. Euro dolar, funt dolar gəldi isə euro dolar, funt dolar səhər saatlarında aşağı gəlsə belə, yəni dönüş nöqtəsi var orada 1.34.800'lər və əsas dönüş 1.34.600'lər. Eyni zamanda bu 34.600'lər dəstək xəttidir. Bundan aşağı formalaşsa dəyər itirə bilər kəskin. Euro dolarda isə alışlar 1.1799'lərdə, satışlar isə 1.17.700'lərdə. Ümumi olaraq yəni gələn ildə euro dolar, funt doların ili kimi görsənə bilər. Nasdaq S&P Dow Jones DAX ümumi istiqaməti yuxarı olsa belə, amma yaxında bu gün satış əməliyyatlarında aşağıda çox gözəl bir eniş və dönüş nöqtəsi var və buradan belə deyək, həmin nöqtə hansı nöqtələrdir? Yəni Nasdaqda 25.256, yəni Nasdaq özünə tərəf çəkmək istəyir. S&P'də 6819'lar onu çəkmək istəyir özünə tərəf. Yəni həmin nöqtəyə qədər enməsi təhlükəsi var. Dow Jones'da 48.219'lar, DAX'da isə 24.157'lər. Bu nöqtələr yəni dönüş nöqtəsi üçün, yəni eyni zamanda bu nöqtədən sonra gün ikinci yarısından satış əməliyyatları yanında həmin nöqtəyə qədər enməsini nəzərdən qaçırmayın. Təbii ki ümumi istiqamət yuxarıdır. Sağ olun, inşallah görüşmək ümidi ilə.